Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Aysun İsmailova qızı sevgimin səhhətində problem yarandığını deyib. Xəbər verilir ki, o övladını özəl klinikalardan birinə aparsa da, onu düzgün müayinə etmədiklərindən şikayətlənib. 3 gündür qızım ağrıyır. Özəl klinikalardan birinə getdim. 150 manat ödəniş etdik. Oradakı həkimlərin heç biri bizə bir cavab vermədi. Uşağı bağırsaq problemini aparmışam, burun boğazlıq yoxlayırlar. Biabırçılıq idi. Adlı sanlı tanınmış klinikaya getdim, nə ödəniş dedilər etdim. Saatlarla gözlədim. Səhər saat 5-ə qədər bizi gözlətdirdilər. Uşağa bir çarə tapmadılar. Uşağımın öz həkimi var. Demişdi ki, filan analizləri götürsünlər, ona uyğun müalicə yazın. Onlardan uyusu istəyirəm. Deyir, boğaz yoxlayın. Uşaq narahatdır, ağlayır, 2 qat qalıb. Oturub hələ 40 dəqiqə həkim gözlədik. Axırda da dedi, heç nə bilmirəm.